Bismillahirrahmanirrahim. Fələstinin yeganə qurtuluş yolu İslam ümmətinin vəhdət və birliyidir. Hələ o vaxtdan İmam Xomeyni rəhmətullahi əleyh bütün çıxışlarında Fələstin üçün yeganə qurtuluş yolunun İslam ümmətinin həqiqi İslam ətrafında birləşməsi olduğunu vurğulayır. İsrailin yayılmaq arzusunu yalnız bu birlik və maariflənmə dayandıra bilər. İsrailin əsl məqsədi İslamı aradan aparmaqdır. Ona görə də müsəlmanlar hər növ ixtilafdan ciddi şəkildə çəkinməlidirlər. Ərəblərin çoxu və Fələstin müsəlmanlarının Sünni məzhəbinə mənsub olmağına baxmayaraq, İslam inqilabının rəhbəri bir şiə fəqih və mərci təqlid olaraq onları qardaş bilmiş və əlindən gələn heç bir köməyi əsirgəməmişdi. Buna görə də Fələstin məsələsi sırf Fələstinlilərin məsələsi deyil, bütün İslam dünyasına aid olan bir məsələdir. İmam Xomeyni rəhmətullahi əleyh hələ o vaxtdan dünya müsəlmanlarına, xüsusilə Livan şiələrinə, öz Fələstinli qardaşlarına yardım etmək əmrini verir və bütün müsəlmanların şəri cəhətdən məsuliyyət daşıdığını deyir. Hər şeyə sahib, bütün növ gücə malik olan bu qədər ölkələrə niyə balaca bir İsrail gəlib hegemonluq etsin? Niyə görə belə olmalıdır? Günümüzdə çox aktual olan bu suala İmam dəqiq və konkret cavab vermişdi. Əvvəla dövlətlərlə millətləri arasında və müsəlman dövlətlərinin bir-birinin arasında böyük bir uçurum olduğu üçün. Bundan başqa bir səbəb var. 1 milyarda yaxın müsəlman bütün texnika və avadanlığına malik olduğu halda oturub bir ovuc İsrailin Livan və Fələstin müsəlmanlarını qətliam etməyini seyr edir. Bir məlumatda xatırlayaq ki, bundan da utancımız 2-yə qatlanır. Hələ o vaxt müsəlmanların sayı 1 milyarda yaxın idi. Bugün artıq 2 milyarda yaxındır.